Salam, axşamınız xeyir olsun. Bugün 11-az-2026 yazılan bu PDF-ə daxil oluram. Bunun testlərini izah edəcəm. Deməli, 7-ci testlə başlayırıq. Antonimləri istəyib bizdən. Əks mənalı sözlərdə bildiyimiz kimi. Tight sıxdır. Türklərdə də var tight, dar olan bir şeydirlər. Loose isə boşdur. Bizdən antonim istəyirdi, biri götürürəm. Establish əsasını qurmaqdır. Found da eyni mənada da bunlar sinonimi getdilər. Destroy dağıtmaqdır. Govern rəhbərlik etmək, hökumət mənalarına gəlir. Yəni bunlar heç əlaqəsi yoxdur. Constantly, occasionally bunlar bəli antonimdilər. Davamı çıxdı 1-4. Deməli Y variantı. Constantly daimi olan bir şeydir. Occasionally nadirən biri qismən daha az eləyir. Yəni bir var tez-tez eləyək, bir var az-az eləyək. 1-4 Y variantı doğrudur. Lead rəhbərlik etmədir, conductor rəhbərlik etmədir. Bunlar da sinonimlərdir. Bu da getdi. Birinci tərəfdə zəm var, müqayisə dərəcəsidir. İkinci tərəfdə isə əzəz var, adi dərəcədir. Bura müqayisədir, bura müqayisədir, bura üstünlükdür, bura üstünlükdür. İkinci tərəfə baxdım, C variantı çıxdı. Yenə də zənə baxıram, müqayisə istəyir, more comfortable da müqayisədir. C variantını götürdüm, getdi. Possessive case ismi yiyəlik halını istəyir bizdən. Uşağın cavabı başqa bir feil var deyə, deməli bu answer burada nə mənada işlənib? Cavab mənasında isim kimi işlənib. Uşağın cavabı yiyəlikdir, bəli, biri götürürəm. Başqa bir feil yoxdur. Anna is working-dir burada. Burada ing-li söz, isim deyil. Is working late again tonight. Bu gecə, yəni gec işləyəcək. Yəni başqa bir feil olmadığına görə deməli burada gizlənən is working-dir. O da davam edici zamandır. Yəni burada gizlənən is imiş, yiyəlik deyilmiş. Mənim valideynlərim çoxdur. Cəm ismin yiyəlik apostrofla olur. Mənim valideynlərim qərarı. Başqa bir feil var. Deməli burada yiyəlik var. Deməli 1 ilə 3-ü götürdüm. 5-ə də baxaq, çünki 1-3 variantımızda var, 1-3-5 də var. Made başqa bir feil var. Deməli buradakı coming ismiymiş. İnnanın gəlişi. İnnanın gəlişi bizi təəccübləndirdi. Yəni deməli burada gizlənən başqa bir feil deyilmiş. Məsələn 2 ilə 5-i müqayisə şəklində qoysaq, ikincidə başqa bir feil yox idi deyə, deməli buradakı ikincidə feil buradaydı, is working idi. Amma burada başqa made feili var. Deməli burada coming özü elə cümlədə yiyəlikdir. İnnanın gəlişi, bunu da götürürəm. Yəni 1-3 yox, 1-3-5-i A variantını götürürəm. Passive voice nə deməkdir? Yəni məhsul növü, feilin məhsul növü. Nəyi götürürəm? Tamamlığı götürürəm. Tamamlığı nədir? The famous alpinist conquered the apex. Apex gəlməlidir əvvələ. Gəlmədiyi variant varmı? Var. Y variantını çıxıram ki, alpinist elə əvvəldə qalıb. Zamanımız keçmiş zamandadır, verb 2 formadadır. Apex təkdə gəldiyinə görə was-dan istifadə olunmalıdır. Burada had been keçmiş bitmişə gedib. Burada being-dən, davam edicilərdəkindən istifadə olunur. Burada been bitmişlərdə istifadə olunmalıdır. C variantı doğru cavabımızdır. Amma yenə də baxıram ki, by ilə nəyi bağlayırdıq? Məlum növdə olan cümlənin mübtədasını. Bəli, həqiqətən də bağlayıb by ilə. C variantını götürdüm. Sonra 11-cidə Atlantik Okean su hövzəsidir. Su hövzələri Z ilə işlənir. Orada məqamlar var, bilirik ki, məsələn, nə bilim, körfəzlər heç vaxt işlənmirlər, nə bilim, lake sözü olanda göllər işlənmir. Amma burada heç bir istisna yoxdur. Z-ni yazmalıyam bura. Baydan sonra nəqliyyat vasitəsi isə artiklsız gəlir. Z boşluq, cavabımız C variantındadır. Boşluqdan sonra artikelli olmaq şərti ilə cəm isim gəlib. Deməli, every ilə işdən sonra həm artiklsız, həm də sayıla bilən tək isim gəlir. Nandan sonra ümumiyyətlə isim gəlməz. Qaldı A-la Y arasında. A-la Y-nin hər iki tərəfi eynidir. Except başqa savayı deməkdir. Məsələn, ondan başqa, except him olar. Y variantı cümlənin sonunda işlənən obyekt formu olar da. Düzü adlı hal da işlənə bilirdi, amma bilirik hansı halda mümkün idi, əgər sual cümləsi falan olsaydı. Daha sonra birinci boşluqdan sonra 13-cü testimizdə isim var. Deməli isimli forma olmalıdır. Bu çıxsın, bu çıxsın, qalsın. Burada oteldən söhbət gedir. Deyir Aliyevlər otelin özünü oteli xoşladılar, çünki onun, yəni otel təkdədirsə, deməli burada D-ni silirəm ki, otel təkdir. Niyə mən onların deyim? Bu da gedir. Allow feilindən sonra ikinci boşluğa da baxsaq, ikinci boşluqdan sonra gördüyümüz kimi isim yoxdur. Amma A-nın ikinci tərəfi nə istəyir? İsim istəyir özündən sonra. Deməli A da çıxdı, qaldı Y variantı. Uşaqlar bəzən deyirlər ki, müəllim stay axı burada feildir, qalmaq feilidir. Amma məsələn deyir ki, məsələn bir şeydə qalmağımızdan, yəni qalışımızdan, qalış sözü yoxdur. İndi bizdə necə deyək onu? Məsələn falan yerdə qalmağımızdan zövq aldıq. Bu isim kimi, yəni isimləşib burada. Bəli, zeyir də özündən sonra isim istəyir, isimli formada. Y variantı doğrudur.
Sonra passive voice istəyir yenə də. Nə gəlməlidir? Me gəlməlidir əvvələ. Tamamlıq. Me gələndə əvvələ I şəklində gəlir. B variantı çıxır. Zamanımız has already picked-dir. Has plus verb üçdür. İndiki bitmişdi. I have already been picked olmalıdır. Burada was keçmiş zamandır. Burada bindən istifadə eləməyib Y çıxdı. Bu da keçmişdi. C qalır variantımız. Amma yenə də baxaq istəyirsinizsə, by ilə nəyi bağlayırdıq? He-ni bağlamalıydıq. He də him şəklində bağlanır. Doğrudur. Sonra burada baxırıq ki, 15-ci testdə haven't to ifadəmiz yoxdur. Hadn't-ın to'su olmalıdır. Out'un to'su olmalıdır. Boşluqdan sonra to'muz yoxdur da. Qaldım A-la B arasında. Həm zaman uzlaşmasına baxarıq, həm də anything var burada. Anything hansı cümlədə işlənir? İnkarda. Bu cümləni inkarlaşdırmaq üçün B-ni qoymalıyıq, can't qoymalıyıq. Sonra 16-da sual cümləsidir. Does-dan give'in sonundakı s-i niyə düşürməmsən? Səhvdir. Did-dən istifadə edib verb 2-ni niyə verb 1-ə qaytarmamsan? Bu da səhvdir. Was give deyə bir zamanımız yoxdur. Məsələn, was given var. Məhsul növdə keçmiş sadənin məhsulunda bu da çıxdı. Will be give də yoxdur əslində. Həm də burada already-yə baxırıq, bilirik ki, bu bitmişə gedir də. O da D variantı. Has plus verb 3-dür. Has-dən niyə istifadə edib? Çünki mübtədamız she-dir. Daha sonra a little announcements. Announcement burada cəmlənib. A little kəmiyyət kimi sayılmayan istəyir. Lap balaca mənası olsa belə, balaca mənasında bu eynən bunun əlaqəsi olacaqdır. Yenə də düz gəlmir. Nə balaca mənasında düz gəlir, nə də kəmiyyət bildirən az mənasında. Yəni biri götürmürəm. 2-də FU ofa qədər ki hissə cəmlənmiş istəyir, 2-ni götürürəm. Ofa qədər ki hissəni many də cəmlənmiş istəyir, 3-ü götürürəm. Homework sayılmayanda few-dan sonra gəlmə çıxdı. Ofa qədər ki hissə cəmlənib a little sayılmayan istəyir. Deməli 2-3 doğru cavabımızdır, C-ni götürürəm. Sonra uşaqlar bəzən uşaqlar deyir ki, məsələn 18 tipli testlərdə tomatoya baxacaq, yoxsa supa baxacaq. Pomidor orada elə bilin ki, təyinicidir. Mənə nəfsər fərq edir ki, tomat, yəni tomat deyəndə pomidor supu olsun, nə bilim kartof supu olsun, nə mərci supu olsun, fərq eləmir. Yəni bu təyinicidir. Bunun nə olduğu əslində mənə maraqlı deyil. Bu maraqlıdır. Sup da sayılmayansa, deməli artikl olanlara çıxıram. Amma yenə də boşluqdan sonra nə var? İsim var. Yəni sifət plus isim belə olsa, indi pomidor burada elə bir təyinici kimi durub da. Dəqiqə mən bu çıxdığım variantlarda silindim. Bir dəqiqə artikl olanına çıxmışdım. Aha, isim var. Elvayı neynirəm? Elvaylı olan zərfdir. İsimin qarşısında işlənə bilməz. Bu da çıxdı. İkinci tərəfdə o gözəl qoxur. Yəni yeməyin qoxmağından söhbət gedir. İt deyir, baxın. İt deyəndə özünü nəzərdə tutmaz ki, yeməyi nəzərdə tutur. O da bilirik, smell feili əgər qoxur mənasındadsa, qoxu vermək mənasındadsa, özündən sonra sifət istəyir. Will zərf olduğuna görə B variantı getdi, qaldı Y variantı. 19-da. Definition testi. Stop pouring soil. Soil torpaqdır bildiyimiz kimi. Yerin bir qatı bitkilərlə örtülmüş. Deməli 2-yə B variantı gedəcək. 2-yə B variantı gedəcək. Sonra stop pouring inadkar deməkdir. İnadkar deməkdir. 1-ə C variantı gedər. Deyir ki, refuse to change. Dəyişməyi rədd edir. Sübuta baxmayaraq dəyişməyi rədd edir. Yəni inadkar insanlar elə olur da həqiqətən. C, B gedir. Cavabımız çıxdı. C variantıdır. Daha sonra done intentionally, bilərəkdən eləmək, yəni şuurlu şəkildə eləmək, deliberatedir, yəni bilərəkdən eləyir. Bəli, C variantı doğru cavabımız. Deməli, where are you going? Tense formdur, zaman forması. Uşaqlar, bu are going-i görən kimi uşaqlar bunu indiki davam edici bilir. Xeyr. Burada are going to plus verb 1 var. Yəni bu be going to plus verb 1 bu gələcək zamanda bir şey etməyi planlaşdırmaq mənasına gəlirdi. Be going-i görəndə, əmizar going-i görəndə uşaqlar bunu şeyinə oxşadır, indiki davam edicinə. Xeyr, bu hal-hazırda gələcək zamandadır. Şəlvildə gələcəkdir, bu da gələcəkdir. Sadəcə şəlvil dəqiq gələcəkdir, bu isə bir şey planlaşdırır, hələ fikirləşir, belə düşünün. Deməli, burada gələcəkdirsə, V-dən sonra da indiki olmalıdır. U-ya görə sonuna S yazmağa ehtiyac yoxdur, zaten elə bir variant da yoxdur. C variantımız doğrudur. Əgər burada of gətirmisənsə 21-dən milyonu cəmlənməlisən. Millions of people olmalıdır. Bir getdi. Xətti düz kəsim. 40 40-dır. 40 miqdar saydı. 40 özündən sonra ismi nə etməyəcək? Cəmlənmiş istəyir. 2-ni götürürəm.
The lesson 5. Burada 5Z yazmamıza ehtiyac yoxdur. 5-ci dərs deyirəmsə, 5-ci dərs ifadəsini iki cür qura bilərəm. Belə, baxın, lesson 5 da yaza bilərəm. 5 da yaza bilərəm. Ya da 5-ci dərs fifth lesson qoya bilərəm. L yazıram, yəni lesson. Niyə görə burada Z-dən istifadə edirəm, burada eləmirəm? Burada miqdar saydı. Miqdar sayının qarşısında Z artiklı gəlmir axı, yəni ötürsün bura. Amma burada fifth sıra saydı, 5-ci, TH şəklisi sıra sayı əmələ gətirir. Və artikldan da getmişik, sıra sayılar Z-ilə işlənir. Deməli, burada miqdar sayı olduğuna görə işlənməyə ehtiyac yoxdur, bu getdi. 100 deməkdir. 100 özündən sonra gələn ismi cəm istəyir. E-ni də düşürmür. 2, 4-ü seçdim. Cavabımız A variantıdır. Thousand da burada artiklını yazmamısansa səhv yazmısan. Thousand olmalıdır. Bir dəqiqə bu müddətini buraları təmizləyim. Uşaqlar bəzən deyir ki, müəllim, bəs burada milyonda da qoya bilərdiniz də, onu niyə qoymadınız? Çünki uşaqlar burada of gəlibsə, artıq bu milyon cəmlənməlidir. Ya burada of olmazdı, milyon olardı, ya da of yazmışdınsa milyonu cəmləyərdin. Yəni birinciyə iki cür yanaşa bilərik. Sonra bir də sonuncu burada qrammatik testimizə baxaq. Buraları təmizləyim bir dəqiqə. Deməli, 22-ci testimizdə nə etməliyik? Boşluqdan sonra to var. Bir dəqiqə qələmi götürüm. To var. Bilirik ki, could-dan sonra to gəlməz. Hadn't to ifadəmiz yoxdur. Daha sonra çıxa biləcəyim cavab varmı? Deyəsən, yoxdur. Yoxdur. Aha. Sonra zaman uzlaşmasına baxa bilərəm ki, didn't keçmiş zamanda, have indiki zamanda uzlaşmaz. D variantında have indiki zamanda, had keçmiş zamanda bu da uzlaşmaz. Qaldı B variantıdır. Cavabımız.